Salam əziz dostlar, xoş gördük sizləri. Məntiq dərsinə davam edirik. Keçən dərsdə demək biz şərti istisnai sillogizmin mexanizmi haqqında, nəticə almağın mexanizmi haqqında danışdıq. İndi isə gəldik təqsimi istisnai sillogizmin nəticə almağın mexanizmindən danışacaq. Təbii ki, təqsimi sillogizmi biz bundan əvvəlki dərslərdə qeyd etdik ki, təqsimi sillogizm 3 növə bölünür. Dedik qapalı ciddi təqsim, açıq ciddi təqsim və qeyri-ciddi təqsim. Və bunların üçünü də hamısını qeyd etdik. Mən istəmirəm bir daha təfərrüatına varım, geniş izah edeyim. Zaten biz bunları öyrəndik. İndi isə bu 3 növ istisnai sillogizmdə nəticə almağın yollarını araşdıracağıq. Birinci gəlirik qapalı ciddi təqsim. Təbii ki, burada söhbət istisnai sillogizmdən gedir. Yəni, bir sillogizm istisnai sillogizmdir və o istisnai sillogizmdə 3 hissədən ola bilir. Qapalı, açıq, qapalı ciddi təqsim, açıq ciddi təqsim və qeyri-ciddi təqsim. İstisnai sillogizm, yəni təqsimin bölümündən danışacaq. Təqsimi sillogizm istisnai da ola bilir və istisnai da 3 növü ola bilir ki, o 3 növündə əvvəldə keçmişdik. Biz gəlirik, bir sillogizmi təhlil edirik. Bu sillogizm qapalı ciddi təqsimdir və həmçində istisnaidir. Məsələn, qeyd edirik ki, məsələn, ədəd ya cütdür, ya da təkdir. Bunu gətirmişdik və demişdik ki, bu qapalı ciddi təqsimdir. Qapalı ciddi təqsim deyəndə yəni ikisindən biridir. Qapalı ona görə deyilir. Ya ədəd cütdür, ya da tək. Bu ikisinin arasındadır. Yəni qapalıdır. Və həmçinin burada ciddiyyət var. Yəni ikisindən biri olmalıdır, başqası ola bilməz. Mütləq ikisindən biri olmalıdır və ikisi aradan gedə bilməz. Yəni bu mənada ki, ədəd nə cüt olsun, nə tək olsun, bu qeyri-mümkün deyil. İkisindən biri olmalıdır. Və burada ədəd ya cütdür, ya təkdir dediyimiz zaman 4 formada biz nəticə ala bilərik. Məsələn, istisnasını gətiririk birinci. Deyəndə, məsələn, ədəd ya cütdür, ya təkdir. Misal üçün deyirik ki, burada da biz gətiririk istisnasını. 4 cür istisna gətirə bilərik. Deyə bilərik ki, bilirik ki, x cütdür, istisnasını gətirdik, deməli, tək deyil. Məsələn, bunu yerinə gətiririk ki, ədədin yerinə gətiririk. Deyirik ki, 4 ya cütdür, ya da təkdir, ikisindən biri olmalıdır. Bunu gətiririk. Və burada da deyirik ki, bilirik ki, istisnasını gətiririk. 4 cütdür, əgər cütdürsə, deməli, nəticə olacaq ki, 4 tək deyil. Və yaxud da indi başqa bir şey gətirə bilərik. Məsələn, deyə bilərik ki, bunun yerinə deyirik, məsələn, 3 ya cütdür, ya da təkdir, istisnasına belə gətirə bilərik ki, bilirik ki, 3 təkdir. Təkdirsə, deməli, 3 cüt deyil. Və yaxud da istisnasını başqa cür gətirə bilərik. Deyə bilərik ki, məsələn üçün, həminki kimi 3 ya cütdür, ya təkdir, istisnasını getiririk ki, bilirik ki, 3 cüt deyil. Cüt deyilsə, deməli, təkdir. Və dördüncüsünü də belə gətirə bilərik. İndi isə başqa bir formada gətiririk. Deyirik ki, məsələn, 4 ya cütdür, ya təkdir, istisnasını getiririk ki, bilirik ki, 4 tək deyil. Tək deyilsə, deməli, cütdür. Yəni, bu formada istisnalarını gətirib və nəticə əldə etmək olar. Burada da biz 4 dənə formada təhlil edəndə 4 nəticə, 4 dənə distur, nəticədən 4 dənə distur meydana gəlir. Birincisi, məsələn, birinci bu idi ki, birinci tərəfi iqrar etməklə ikinci tərəfi inkar etdik biz. Məsələn, biz dedik ki, bilirik ki, məsələn, x cütdür, bunun yerinə, məsələn, gətiririk 4. Deyirik ki, ədəd ya 4-dür, ya təkdir. Burada da deyirik ki, bilirik ki, üzr istəyirəm, 4 ya cütdür, ya təkdir. Burada da qeyd edirik ki, bilirik ki, 4 cütdür, deməli, tək deyil. Əgər bunu gətirsək, bu istisna ilə bu anlaşılır ki, biz birinci tərəfi iqrar edirik. Birinci kiçik müqəddimənin birinci tərəfini iqrar edirik, ədəd ya cütdür
və biz onu iqrar etdik. İkinci tərəfi isə inkar edirik. İkinci tərəfdə nə idi? Deməli, tək deyil. Burada gətirdik ki, 4 ya cütdür, ya da təkdir. Təkdiri inkar edirik. Və ikincidə məsələn qeyd etdik ki, misal olaraq 3-ü gətirdik. Dedik ki, ədəd 3 ya cütdür, ya təkdir. Burada istisnasını gətirdik. Bilirik ki, 3 təkdir. Deməli, 3 cüt deyil. Burada da nə olur? İkinci tərəfi iqrar edirik. Kiçik müqəddimədə birinci tərəfi inkar edirik. Çünki biz kiçik müqəddimədə nə dedik? Dedik 3 ya cütdür, ya təkdir. Burada biz ikinci tərəfi inkar etdik. Tək olmağı inkar etdik. Amma daha doğrusu çox üzr istəyirəm. İkinci tərəfi iqrar etdik. Biz burada tək olmağı iqrar etdik. Çünki dedik ki, 4 ya cütdür, ya təkdir. Tək olmağı iqrar etdik. Amma cüt olmağı birinci tərəfi artıq nə elədik? Birinci tərəfi inkar etdik. Sonra üçüncüdə isə həmçində mən bunu bir sadalamıram, vaxtımız çox çəkməsin. Üçüncüdə isə birinci tərəfi inkar edirik, ikinci tərəfi iqrar edirik. Dördüncüsü isə ikinci tərəfi inkar edirik, birinci tərəfi iqrar edirik. Yəni, qapalı ciddi təqsimdə istisnai sillogizm, əgər biz istisnai sillogizm gəlib qapalı ciddi təqsim olsa, burada 4 forma yarana bilər. 4 formalardan budur ki, kiçik müqəddimənin birinci tərəfi dediyim kimi ya gəlir iqrar olunur, ikinci tərəfi inkar olunur və yaxud da ikinci formada budur ki, ikinci tərəfi iqrar olunur, birinci tərəfi inkar olunur və sair 4 dənə forma yaranır burada. Demək dostlar, qapalı ciddi təqsimdə istisnai sillogizmin qapalı ciddi təqsim olsa, burada 4 nəticə əldə etmək olar. 4 bu növündə, yəni təqsimi istisnai sillogizmin bu növündə nəticə almaq üçün 4 düstur vardır. Yəni 4 dənə düsturla biz gəlib nəticələr əldə edirik. Müxtəlif nəticələr əldə edirik. Sonra gəldik növbəti, dedik ki, təqsimi sillogizmin ikinci növü isə açıq ciddi təqsim idi. İndi gəldik açıq ciddi təqsimə. Məsələn, açıq ciddi təqsimdə də biz burada 2 forma yarana bilər. Məsələn, birinci dediyimizdə 4 dənə idi, burada isə 2 forma yarana bilir. 2 düstur belə deyək, əldə edə bilərik. Misalı deyək, cisim ya qaradır, ya ağdır. Məsələn, deyirik ki, cisim ya qaradır, ya ağdır. Bunda qeyd etdik açıq ciddi təqsim nədir? Yəni, bu ikisinin arasında təkcə yerləşmir, başqası da ola bilər. Məsələn, cisim nə ağdır, nə qaradır, qırmızıdır. Bunu qeyd etmişdik. Burada isə bunun indi istisnasını gətiririk. Deyirik, cisim ya qaradır, ya ağdır. İstisnası bu olacaq ki, bu cisim qaradır. Onda əgər bu cisim qaradırsa, deməli bu cisim ağ deyil. Və yaxud da ikinci formatda ola bilər ki, cisim ya qaradır, ya ağdır. Deyirik ki, bu cisim ağdır. Nəticədə bu olacaq ki, deməli bu cisim qara deyil. Burada 2 dənə yol, belə deyək, nəticə almaq üçün 2 yol var burada. Burada nədir? Birinci tərəfi iqrar edirik, ikinci tərəfi inkar edirik. İkincisi budur ki, ikinci tərəfi iqrar edirik, birinci tərəfi inkar edirik. Çünki biz dedik ki, cisim ya qaradır, ya ağdır. Sonra istisna gətirdik. Bu cisim qaradır. Bu cisim qaradır deyəndə kiçik müqəddimənin birinci tərəfini, yəni qara olmasını iqrar edirik. Amma ikinci tərəfi, yəni ağ olmasını, çünki nəticədə bu olur ki, deməli bu cisim ağ deyil. İkinci tərəfinin ağ olmasını inkar edirik. İkinci formada isə cisim ya qaradır, ya ağdır. Bu cisim ağdır, deməli bu cisim qara deyil. İkincisi budur ki, ikinci tərəf, biz indi ikinci tərəfi iqrar edirik. Yəni, ikinci tərəfi iqrar etməklə birinci tərəfi inkar edirik. Burada indi bu cisim ağdır, ağ olmağı iqrar etdik, çünki ikinci tərəf idi, kiçik müqəddimədə. Amma qara olmasına gələndə birinci tərəfi inkar edirik. Çünki deyirik ki, bu cisim qara deyil. Burada 2 forma yarana bilir. Demək, açıq ciddi təqsimli istisnai sillogizmdə 2 cür nəticəyə çatmaq olar. Yəni, belə desək, 2 düstur burada əldə etdik. 2 düsturla fərqli nəticəyə çatmaq olar. Sonra gəldik qeyri-ciddi təqsimli istisnai sillogizm. Qeyri-ciddi təqsimli istisnai sillogizmə gəldik. Məsələn, deyirik ki, varlıq ya canlıdır, ya da qeyri-insan. Varlıq ya canlıdır, ya da qeyri-insandır.
Bunu da mən istəmirəm təhlil eləyim. Ümid edirəm bu yadımızda qalar. Bu 3 dənə növ olan sillogizm, yəni təksim sillogizm yadımızda qalar. Varlıq ya canlıdır, ya qeyri-insan dediyimiz zaman istisnai cümlədə burada da əgər biz qeyri-ciddi təqsimi istisnai formada gətirsək, burada da 2 forma yaranacaq. Məsələn, deyirik ki, varlıq ya canlıdır, ya da qeyri-insan. İndi istisnalar gətirir. 2 dənə istisna ola bilər. Deyə bilərik ki, bu varlıq canlı deyil. Əgər desək, onda bu varlıq canlı deyil, nəticə olacaq ki, deməli qeyri-insandır. Və yaxud da deyə bilərik ki, ikinci istisnanı gətirə bilərik. Deyə bilərik ki, varlıq ya canlıdır, ya qeyri-insan. İstisnada da gətirir ki, bu varlıq qeyri-insan deyil, nəticə budur ki, deməli canlıdır. Burada da 2 dənə distor əldə etdik və 2 dənə fərqli nəticə oldu. Deməli, birincisində birinci tərəfi inkar etdik, kiçik müqəddiməni birinci tərəfi inkar etdik, ikinci tərəfini iqrar etdik. Çünki dedik ki, varlıq ya canlıdır, ya qeyri-insan. Bu da o deməkdir ki, indi istisnasını gətiririk. Bu varlıq canlı deyil. Əgər desək bu varlıq canlı deyil, kiçik müqəddimənin birinci tərəfini inkar edirik. Amma ikinci tərəfini nəticə bu olur ki, deməli qeyri-insandır. Kiçik müqəddimənin ikinci tərəfini isə iqrar edirik. Amma bu birisi olan istisnada ki, gətirdik, dedik bu varlıq qeyri-insan deyil, deməli canlıdır. Burada artıq ikinci tərəfi inkar edirik. Çünki bu varlıq qeyri-insan deyil, kiçik müqəddimənin ikinci tərəfi idi. Nəticədə deyirik, deməli canlıdır. Deməli canlıdır sözü ilə də biz təbii ki, birinci tərəfi iqrar edirik. Burada da 2 dənə forma yarana bilir. Bu da dostlar qeyri-ciddi təqsimli istisnai sillogizmin 2 distorla 2 nəticəyə çatmaq olar. Demək, bu təqsimi olan sillogizmdə dedik 3 dənə növ var burada. Qapalı ciddi təqsim, açıq ciddi təqsim və qeyri-ciddi təqsim. Bunları saydıq, mən bunları izah etmədim daha. Və dedik ki, qapalı ciddi təqsimdə 4 dənə distor ola bilir və 4 dənə nəticə çata bilirik. Amma açıq ciddi təqsimdə və qeyri-ciddi təqsimdə bunlarda istisna olsa, istisna cümləsi olsa, bunlar hər biri 2 distorla 2 nəticə çatmaq olur. Bu da dostlar bizim dərsimizin sonu, yəni təbii ki, sillogizm haqqında, istisnai sillogizm haqqında olan dərsimizin sonu idi. İndi isə gəldik dostlar induksiya və analogiya. Təbii ki, induksiya və analogiya haqqında biz deduksiya, induksiya və analogiya haqqında qısa olaraq danışdıq, amma burada geniş bir təhlil tələb olunur. Yadınızdadsa dostlar, biz bir neçə cavab verdik. Biz qeyd etdik ki, deduksiyada insan yəqinə çata bilir. Çünki ümumidən xüsusiyə biz gəlib hərəkət burada ümumidən xüsusi olur. Ümumi bir qanunu qəbul edirik və ümumi qanun vasitəsilə bəzi o xüsusi şeyləri, yəni ümumi qanunu xüsusi şeylərə tətbiq, nəsnələrə tətbiq edirik. Məsələn, bir misal da demişdik, tutaq ki, dedik ki, Əhməd insandır. Bütün insan düşünəndir, Əhməd düşünəndir. Bütün insan düşünəndən biz gəlib nəticə çatırıq ki, bu ümumi bir qanundur. Biz bundan gəlib nəticə çatırıq ki, xüsusi olan o Əhmədə, Əhmədin də düşünən olmasını gəlib nəticə əldə edirik bununla. Və iradlar da oldu. Təbii ki, iradlar da oldu. İradlara bir dənə cavab verdik. Səhv etmirəmsə biz bir dənə cavab vermişdik. Amma burada bir neçə cavab verəcək, yeni bir cavab olacaq və fərqli iradlar olacaq və o fərqli iradların cavabı olacaq. Çünki demişdik ki, biz müəyyən bir dərsi keçməliyik ki, o iradları gətirə bilərik. Biz keçməsək, o iradları gətirə bilməyəcəyik, başa düşməyəcəyik. Yadınızdadsa biz demişdik ki, bəziləri irad etdilər ki, bəzi alimlər irad etdilər ki, ümumiyyətlə deduksiya ilə nəticə çatmaq mümkün deyil. İnsan ancaq induksiya ilə gəlib nəticə çata bilir. Və təbii ki, qeyd etdik ki, Muhammed Baqir Sədr də bu fikirdədir ki, bəzən gəlib insan xeyr, deduksiya ilə nəticə çata bilir. Muhammed Baqir Sədr kökündən deduksiyanı inkar etmir. Sadəcə olaraq Aristotellə fərqli cəhətləri var, onların arasında fikir münaqişəsi var. Məsələn, mütəvatir bəhsində ki, onu 5 fənddə
gələcək dərslərdə o harda fikir ayrılığı var, onu deyəcəyik. Aristotel ilə Muhammed Baqir Sədrin fikir ayrılıqlarını deyəcəyik. Amma burada təbii ki, hər ikisi eyni fikri qəbul edirlər və hər ikisi də deyir ki, xeyr, insan deduksiya vasitəsilə nəticə əldə edə bilər. Və qeyd etdik ki, hətta Muhammed Baqir Sədr də bu kimi iradlara öz kitabında məşhur bildiyimiz İnduksiyanın məntiqi əsasları adlı kitabı var. Orada da cavablar verir. Bizim bir iradımız bu idi ki, biz qeyd etdik ki, insan heç bir zaman, bəzi alimlərin iradları, deduksiya vasitəsilə nəticə əldə edə bilməz. Nəticəni biz niyə əldə edirik? Dedik ki, çünki nəticəni ona görə əldə edirik ki, məqsud olan bir şeyi məlumat çevirək. Bizim üçün aydın olmayan bir şeyi aydınlaşdıraq. Bizə yəni bu lazımdır. Amma irad etdik, dedik ki, axı insan gəlib deduksiyada heç bir yeni nəticə əldə etmir ki. Və ona cavab verdik, başqa cavab da verəcəyik. Məsələn, tutaq ki, bir misal deyək. Deyirik, Əhməd canlıdır. Bütün canlı cisimdir, Əhməd deməli cisimdir. Bu deduksiyadır. Bütün canlı cisimlə gəlib bu nəticə çatırıq. İrad bu idi ki, Əhməd cisimdir, yeni bir nəticə deyil. Zaten sən bilirsən ki, Əhməd cisimdir. Niyə? Çünki sən ki, gəlib dedin ki, bütün canlı cisimdir. Elə Əhməd də onun içərisində gedir. Və sən bütün canlının cisim olmasını bilirsən. Sən 2 dənə müqəddiməni qurursan ki, o məlum olan, bildiyin müqəddimələri qurursan ki, o məlumatlar vasitəsilə, sənin üçün məchul olmayan müqəddimələr vasitəsilə bu məchul olan görəsən Əhməd cisimdir, yoxsa yox, onu məlumat çevirəsən. Sən burada Əhməd cisimdir deyəndə, zaten sən bilirsən ki, Əhməd cisimdir. Yeni bir şey deyil. Çünki sən deyirsən, bütün canlı cisimdir, Əhməd də onun içərisindədir. Yəni, bütün canlı cisimdir, sən necə bilmirsən ki, bütün canlı cisimdir? Təcrübəndən bir-bir keçirmirsən. Ona görə bu deduksiya heç zaman keçərli deyil. Və cavab da olaraq dedik ki, xeyr, burada söhbət o deduksiyadan gedir ki, tam üzr istəyirəm. Burada deduksiya keçərlidir, düzgündür. Amma burada deduksiyanın içərisində tam olan induksiya olsa onda keçərli deyil. Çünki onların iradları bu idi ki, deduksiyanın içərisində induksiya var. Bütün canlı cisimdə necə gəlib çatmırsan? Bir təcrübə eləmirsən, bu da induksiyaya qayıdır. Və yeni bir nəticə əldə olunmur burada. Cavab olaraq dedik ki, əgər bu induksiya tam olsa siz deyən də, amma məsələ burasında ki, bu tam deyil, axı biz naqis induksiyadan söhbət edirik. Əhməd canlıdır, bütün canlı cisimdir. Biz Əhməd hələ təcrübə etməmişik. Sadəcə bilirik ki, Əhməd canlıdır. Bəzi canlılara təcrübə eləmişik və onun vasitəsilə, bəzilərinin vasitəsilə yeni bir nəticə gəlib çatırıq ki, Əhməd cisimdir. Əgər belə olsa, təbii ki, onda bu heç də belə deyək, bildiyimiz bir şey deyil. Əhməd cisimdir, bizim üçün yeni bir şey olacaq. Həmin o dəmir misalında da gətirmişdik bunu. Bu birinci cavab idi, bunu cavab vermişdik. İkinci cavab da budur ki, axı bəzi məsələlər var ki, biz heç vaxt onları induksiya eləmirik. Yəni təcrübədən bir-bir keçirib ümumi nəticəyə gəlib çatmırıq. Biz onları qəbul edirik. Ümumi qanun kimi zaten qəbul edirik. Bir-bir onları təcrübə etməyə ehtiyac yoxdur. Heç edə də bilmərik, belə desək. Ehtiyac yoxdur etməyə. Zaten biz onu qəbul edirik ki, yəni bu şey məsələn qeyri-mümkündür. O da nə? Məsələn, tutaq qeyd edək. Paradoks qeyri-mümkündür. Və yaxud da dairə qeyri-mümkündür. Yəni bunlar ümumi qanunlardır, qəbul etdiyimiz qanunlardır. Təsəlsül məsələn qeyri-mümkündür. Təsəlsüllə heç bir şey əldə etmək olmur. Dairə ilə heç bir şey əldə etmək olmur. Çünki dairə baş verir orada və təsəlsül baş verir. Uzanır, gedir, bir nəticə gəlib çatmır. Bu bir əqli qanundur ki, biz bunu qəbul edirik. Ən asan variantını deyim. Paradoks qeyri-mümkündür deyəndə, hamı qəbul edir ki, bəli, paradoks qeyri-mümkündür. Yəni, təbii ki, ağıllı insan, düşünə biləcək insan, onun zehnində heç bir problem olmayan yoxdursa, belə bir insan qəbul edir ki, paradoks qeyri-mümkündür. Yəni, mən burada deyim ki, kitab həm var, həm yox, kitab həm vardır, həm yoxdur. Belə bir şey olmaz. Ya vardır, ya yoxdur. Bu, əqli bir qəbul etdiyimiz qanundur. Biz bəzən elə şeyə gəlib çatırıq ki, məsələn, bir şeyin var olub, yox olmasını biz hamısını təcrübədən keçirdik, gəlib bu nəticəyə çatdıq ki, paradoks qeyri-mümkündür. Bir nəticədir, paradoks qeyri-mümkündür. Necə gəlib o nəticəyə çatdın sən? Bir-bir götürdün, bütün o nəsnələri sən təcrübədən keçdin, bu nəticəyə gəlib çatdın. Xeyr, sən təcrübədən keçirmədin və bunu qəbul edirsən. Bu da deduksiya deməkdir, induksiya demək deyil.
Deməli, bəzi şeylərin ki, gəlib biz təhlil edəndə görürük ki, bəli, orada biz deyə bilərik. Məsələn, bu kitab həm var, həm yoxdur. Ola bilər, xeyr, həm var, həm yoxdur, ola bilməz. Çünki paradoksdur. Bu paradoks da qeyri-mümkündür. Biz ümumi bir qanunu ümumidən xüsusiyə, yəni ümumi qanunu xüsusi nəsnələrin hamısını tətbiq edə bilirik. Day, burada biz nəsnələri araşdırıb bu ümumi qanuna gəlib çatmırıq. Ona görə də kökündən deduksiyanı inkar etmək heç də düzgün deyil və deyəmərik ki, bütün deduksiyanın içərisində induksiya yatır. İnduksiya yata bilər, induksiya var onun içərisində. Amma biz burada söhbət ya naqis induksiya olsa, yeni nəticə əldə etsək, bəli, bizim üçün o yenilik olacaq və yaxud da heç ümumiyyətlə induksiya yoxdur onun içərisində, dediyimiz bu paradoks kimi. Biz heç də bir-bir təcrübə edib gəlib paradoks qeyri-mümkünlüğünə çatmamışıq. Bu da belə bir cavab idi. Keçən dəfə dediyimiz iradın ikinci cavabı. İndi gəldik başqa yeni bir irada, dostlar. Yaxşı bir iraddır bu, düşünürəm. Və ona görə də dedik ki, biz bəzi dərsləri keçməliyik. Fiqurlar, 4 dənə fiqur var idi və ən əsası birinci fiquru idi. O birinci fiquru bilməliyik ki, bu iradada tətbiq edə bilək. Birinci fiqurda, yadıdadırsa, biz qeyd etdik ki, birinci fiquru gətirəndə biz nə dedik? Və birinci fiquru, ikinci fiquru, üçüncü fiquru, dördüncü fiquru, hamısını bunların təhlil etdik. Dedik ki, birinci fiqurda, demək, kiçik müqəddimədə birinci kiçik termin gəlir, sonra orta termin, böyük müqəddimədə də orta termin gəlir, birinci, sonra böyük termin gəlir. Böyük müqəddimədə orta termin gəlir, birinci, sonra böyük termin gəlir. Belə biz bunu demişdik. İndi bunu bildik, bunu biləndən sonra biz iradlar eləyirik. Bəziləri belə irad eləyirik ki, qeyd eləyirik ki, başqa bir formada. Deduksiya ilə nəticəyə çatmaq qeyri-mümkündür. Deduksiya ümumiyyətlə keçərli, faydasızdır. Nəyə görə? Mən burada yazmışam, istəyirəm oxuyum onu, təhlil eləyək. Çünki buna görə qeyd olunur ki, böyük müqəddimə, məsələn, bu misalı götürək. Əhməd canlıdır. Bütün canlı cisimdir, Əhməd cisimdir. Bu misalı zehnimizdə saxlayaq. İndi gəlin bunu təhlil edək. Böyük müqəddiməyə induksiya vasitəsilə çatdıq. Bunu biz qəbul edirik. Məsələn, bütün canlı cisimdir. Bütün canlının cisim olmasını deyir ki, biz induksiya vasitəsilə gəlib çatmışıq. Bu mütləqdir. Yoxsa biz deyəmərik bütün canlı cisimdir. Necə bildin bütün canlı cisimdir? Bir təcrübə etdin. Həmçinin Əhməd də onun içərisindədir. Əhmədin cisim olmasını necə bildin? Əhmədin cisim olmasını elə bütün canlının cisim olması ilə bildim. Çünki Əhməd də onun içərisindədir. Dedik, induksiyadır. Bir biz. Bu iradda, dostlar. Bir biz təcrübə etdik. Əgər desək, bütün canlı cisimdir, demək Əhməd də onun içərisindədir. Əhməd də çünki canlıdır. Əks halda belə olmasa, yəni induksiya vasitəsilə çatmasaq, Əhməd də onun içərisində olmasa, əks halda deyə bilmərik ki, bütün canlı cisimdir, həmçinin də Əhməd cisimdir deyə bilmərik. Çünki sən necə gəlib araşdırmadan bu söz deyə bilərsən? Niyə? Çünki böyük müqəddimə kiçik müqəddiməyə bağlıdır. Bütün canlı cisimdir, gəlir, bağlanır, Əhməd canlıya, ona bağlanır. Niyə? Çünki Əhmədin canlı olması ilə onu da təhlil etdik və ondan sonra gəlib dedik ki, bütün canlı cisimdir. Bir dənə Əhmədi biz təhlil etməsək, təcrübə etməsək, bütün canlı da cisimdir deyə bilmərik. Onu təhlil etdik deyə bunu gətirdik, dedik, bütün canlı cisimdir. Çünki böyük müqəddimə kiçik müqəddiməyə bağlıdır. İndi isə nəticə isə Əhməd cisimdir. Bu nəticədir. Böyük müqəddiməyə bağlıdır. Bəli, nəticə də böyük müqəddiməyə bağlıdır. Əhməd cisimdir, bağlıdır, bütün canlı cisimdir. Bütün canlının cisim olması ilə bildin ki, Əhməd cisimdir, Əhməd cisimdir deyə bildin. Deməli, nəticə də bütün canlı cisimə bağlıdır. İkinci müqəddimə, bəli, nəticə isə böyük müqəddiməyə bağlıdır. Böyük müqəddimə də təbii ki, nəticəni bilməyə bağlıdır. Biz ki, deyirik, bütün canlı cisimdir. Biz Əhmədin cisim olmasını da bilirik deyə biz deyirik, bütün canlı cisimdir. Əks halda Əhmədin cisim olmasını bilməsək, hələ biz bütün canlıdır cismi deyə bilmərik. Yəni, buna gəlib çata bilmərik. Bilən böyük bir
ümumi qanun belə deyək, icad edə bilmərik deyim, ümumi qanun ortaya çıxarda bilmərik. Əhmədin cism olmasını bilməlisən ki, bütün canlı cismin olmasını deyə bilərsən. Böyük müqəddimədə nəticəni bilməyə bağlıdır, əks halda ümumi qanuna çata bilmərik. Burada da bir irad, yaxşı bunu bildik, burada nə irad olacaq? İrad budur ki, bir şey özünə bağlı olacaq. Bir şey özünə bağlı olacaq. Necə? Yəni, nəticə ki, Əhməd cisimdir, böyük müqəddiməyə bağlı olur. Əhmədin cismi olmasını demək üçün gərək bütün canlının cisim biləsən. Yəni, bütün canlının cisim olmasını biləsən ki, Əhmədin də cisim olmasını deyəsən. Yəni, təhlil edəsən, bir təcrübədən keçəsən, ondan sonra deyəsən Əhməd cisimdir. Əhməd necə cisimdir? Hardan bildin? Bu nəyə bağlıdır? Buna bağlıdır ki, mən bütün canlının cisim olmasını bildim. Demək, burada nəticə böyük müqəddiməyə bağlı olur və həmçinin böyük müqəddimə də nəticəyə bağlı olur. Bəs yaxşı, bütün canlı cisimdir olmasını necə bildin? Gərək Əhmədi də sən orada təcrübə edəsən, ondan sonra deyəsən ki, bütün canlı cisimdir. Bu da o olur ki, burada dövr yaranır. Burada dövr, Əhməd cisimdir, bağlıdır bütün canlı cism olmağa, bütün canlı cism olmaqla bağlıdır Əhmədin cism olmasına. Burada artıq dövr yaranır, dairə yaranır. Yəni, bir şey özünə bağlı olur. Əhməd cisimdir deyəndə elə, yəni bütün canlı cisimdir deməkdir. Bir şey gəlir özünə bağlı olur. Bütün canlı cisimdir deyəndə onun içində Əhməd də var, bir şey təzədən gəlir özünə bağlı olur. Nəyə ki, başqa bir şeye bağlı olur. Burada da dairə yaranır dostlar. Bütün canlı cisimdir, gəlir Əhməd cismə, Əhməd də cisimdir, bütün canlı cismə, yenə təzədən bütün canlı cisimdir. Yəni, belə bir getdikcə burada dairə yaranır. Təbii ki, əql də deyir ki, dairə qeyri-mümkündür. Dairədən yeni bir nəticə əldə etmək heç bir zaman mümkün deyil və burada yeni bir nəticə yoxdur. Məsələn, bir loru misal deyim, tam anlayaq. Misal üçün, biz təsəvvür edin ki, məsələn, bir imtahandayıq. 5 nəfərdir. Bu 5 nəfərdən biri deyir ki, mən imtahan yazmağa başlamayacam. Filan kəs başlamasa, mən başlamayacam. O filan kəs deyir ki, mən də başlamayacam. Filan kəs əgər başlamasa, mən başlamayacam. Bunlar bu imtahanı yazmağa bir-birinə bağlıdır. Bu deyir, əgər sən başlamasan, mən başlamayacam. Bu deyir, sən də başlamasan, mən başlamayacam. Yəni, bir-birinə öhdəsinə qoyurlar və burada 5 nəfər arasında dövr yaranır, dairə yaranır, orta bir nəticə çıxmır, orta bir yazı nəticəsi, orta bir imtahan vermə nəticəsi çıxmır. Və ona görə dairədə heç zaman nəticə əldə etmək olmur. Bu da dairədir. Dairəyə düşəndə nəticə əldə etmək olmur. Ona görə də burada deduksiya keçərli deyil. İnsan deduksiya ilə nəticə əldə edə bilməz. Bu irad Əbu Səid Əbul-Xeyrin iradıdır ki, bu İbn Sinanın dövründə böyük şəxsiyyətlərdən olub. Hətta İbn Sina ilə 3 gün ərzində bunların elmi mübahisəsi olub. Bir evdə qalıblar, 3 gün zərurət olmadan çölə çıxmayıblar. Elmi mübarizə aparıblar. Mən istəmirəm bunu danışım, tarixini danışım, ehtiyac yoxdur. Əbu Səid Əbul-Xeyrin belə bir iradə var idi. Və təbii ki, bunun dostlar cavabı da var. Əgər cavab verə bilməsək, onda biz deduksiyanı kənara qoymalıyıq. Və hətta deduksiyanı, bəzi inancımız var ki, deduksiya vasitəsilə ispat edirdik, onu kənara qoyacaq. Artıq o isbatın heç bir belə deyək, etibarı olmayacaq. Çünki deduksiyanın faydası yoxdur. Artıq biz gərək ancaq induktiv olan isbatlara, əqli nəticələrə keçək, əqli dəlillərə keçək. Cavab budur ki, dostlar, birinci fiqur vasitəsilə cavab verəcək. Siz ki, gəlib belə irad etdiniz. Əbu Səid Əbul-Xeyr məsələn belə bir irad etdi. Sizin bu iradınız birinci fiqur formasında olan iraddır. Birinci fiqur formasında. Birinci fiquru da qeyd etdik. Nədir? Sanki demək istəyirsiniz ki, çünki bu deduksiya, bu deduksiyadan danışır. Əhməd canlıdır, bütün canlı cisimdir, Əhməd cisimdir. Bu deduksiyadır, deduktiv bir əqli nəticə dedik buna. İndi irad etdik o heç. Çünki burada bütün canlı cisimdir gəlir. Böyük müqəddimədə, deduktiv bir sillogizmdir. Amma irad etdiniz ki, bəli, bu deduktivdən sadəcə keçərli deyil.
Burada bir faydası yoxdur. Onda siz demək istəyirsiniz ki, sizin bir dəliliniz olmalıdır əvvəla. Deduktiv olan sillogizmin faydasızlığı barəsində bir dəliliniz olmalıdır. Yəni, bu bir nəzəriyyədir, bədihi deyil, heç kimə bədihi deyil ki, bəli, hamı elə gəlsin, desin ki, bəli, bu düz deyirsiniz. Deduksiya keçərli deyil, ancaq induksiya biz baş vurmalıyıq. Xeyr, sən bunu isbat etməlisən ki, keçərli deyil, faydalı deyil. Bunu isbat etməlisən. Necə isbat edirsən? Sən özün də isbat etməyin əslində birinci fiqur vasitəsilə sən isbat edirsən. Bunun, belə deyək, deduksiyanın faydalı olmamasının, deduksiyanın mənasız olmasını sən gəlib elə deduksiya vasitəsilə ispat edirsən. Özündə birinci fiqur dedik deduksiya idi. Birinci fiqur formasında deduksiya vasitəsilə dəlil gətirirsən ki, ispat edirsən ki, belə deyək, ispat da deməsək, yəni nəticə olaraq sən deduktiv vasitə ilə gəlirsən, deyirsən ki, deduksiyanın heç bir faydası yoxdur. Özündə deduksiya ilə gəldin. Axı faydası yoxsa sən niyə deduksiya ilə istifadə etdin? Bunun faydası olması niyə deduksiya ilə gətirib dedin? Məsələn, sən necə deyirsən? Əslində, sənin də bir deduktiv sillogizmin var burada. O da nədir? Sən demək istəyirsən ki, birinci fiqur dövrdür. Dairə var orada. Qəbul etdin. Çünki biz gətirdiyimiz deduksiya olan sillogizmi dövr adlandırdın. Onda demək istəyirsən ki, birinci fiqur dövrdür. Sonra ikinci böyük müqəddimədə sən gətirsən ki, demək, birinci fiqur dövrdür. Bütün dövr qeyri-mümkündür, sən bunu dedin. Nəticə olaraq sən nə deyirsən? Demək, əgər bütün dövr qeyri-mümkündürsə, onda birinci fiqur da qeyri-mümkündür. Axı, sən ki, bunu gətirdin, dedin, birinci fiqur dövrdür, dediyimiz birinci fiqur dövrdür, biz də birinci fiqurla gətirmişdik. Bütün dövr qeyri-mümkündür. Nəticədə gəldin, dedin ki, birinci fiqur qeyri-mümkündür. Axı, bax, bu sillogizmindən sən gəldin, nəyisə ispat etmək istədin. İspat etmək istədin ki, deduksiya keçərli deyil, faydasızdır, heç bir əqli nəticə əldə etmir. Axı, sənin də bu qurduğun sillogizm deduksiyadır. Axı, sən də gəlib bu deduktiv sillogizmlə əqli nəticə gəlib dedin ki, birinci fiqur qeyri-mümkündür. Yəni, birinci fiqurun heç bir mənası yoxdur. Bizim qurduğumuz birinci fiqurun heç bir faydası yoxdur. Axı, sən də ki, gəlib deyəndə ki, birinci fiqur qeyri-mümkündür, faydasızdır. Elə sən deduktiv olan sillogizmlə gəlib cavab verdin. Dedin ki, birinci fiqur dövrdür. Bütün dövr qeyri-mümkündür, birinci fiqur qeyri-mümkündür. Burada həmin dediyimiz birinci fiqurun bütün qaydası buradadır. Yəni, birinci fiqurda nədir? Orta termin, böyük termin falan. İndi mən istəmirəm onu da təhlil edeyim. Deməli, sən gəlib elə bir şeyi aradan apardın ki, elə bir şey vasitəsilə aradan apardın, elə bir şey vasitəsini ispat etdin ki, sən sanki bir şey gəlib deyirsən ki, bu qeyri-mümkündür, amma onu ispat etmək üçün o qeyri-mümkün olan şey vasitəsilə ispat edirsən. Belə çıxır ki, sən özündə qeyri-mümkün saymadın, amma bizdə məsələn gətirəndə qeyri-mümkün saydın. Bu necə olur? Hə, indi kimsə gəlib deyə bilər ki, yox, istisna var burada. İstisna var. Bəzi deduksiyada istisna var və mənim də bu dediyim istisnalardan, bu deduktiv əqli nəticə istisnalardan biridir. Hamısı deyil, hamısı faydasız deyil. İstisna var. Cavab da budur ki, bu fiqh deyil, bu nə bilim, əhkam deyil. Bu şərti şeylər deyil. İstisnalar bəzən təxsis deyirlər də. Məsələn, istisnalar fiqhi şərti şeylərdə ola bilər. Bütün, məsələn, fərz eləyək, donuz əti haramdır, amma istisna var. İstisna nə zamandır? O istisna, misal üçün, insan başqa yemək tapmazsa, insan ölərsə, ölüm ayağında olarsa və yaxud indi, məsələn, hamı namazı ayaq üstə qılmalıdır, amma istisna var, kim ayaq üstə qıla bilmirsə, oturan halda qılmalıdır. Sanki bunu bu istisna kimi gətirir. Xeyr, bu şərti olan, fiqhi olan hökmlərə aiddir. Amma bu əqli hökmlərdir, əqli hökmlər. Əqli hökmdə təbii ki, heç zaman istisna qəbul etmir. Əql bir şeyə hökm etsə elə bu cürdə olmalıdır. Çünki biz oturaq fikirləşək, heç zaman əqli hökmdə istisna tapa bilmərik. Qeyri-mümkündür istisna olsun. Əgər bir şey, məsələn, paradoks qeyri-mümkünsə, vəssalam, qeyri-mümkündür. Yox, istisnası var, xeyr, nə istisnası? Qeyri-mümkündür. Əgər deduksiya fayda vermirsə, deduksiya batildirsə, lap fiqh termindən desək, məsələn, batildirsə, o deməkdir ki, bütün deduksiya batil olmalıdır.
bütün deduksiya batıl olmalı. Yox, istisna var. Bu əqli bir hökmlərdir. Bu fiqhi hökmlər deyil. Odur ki, Əbu Səid Əbul-Xidrin gətirdiyi bu irad da heç də keçərli deyil. Ona görə də biz konkret olaraq gəlib deduksiyanı inkar edə bilmərik. Bəli, Məhəmməd Baqir Sədrin Aristotelin arasında bəzi münaqişələr var, bunu qəbul edirik. İndi işim yoxdur, nə qədər Məhəmməd Baqir Sədr müvəffəq olub, onun barəsində hələ işimiz yoxdur, onu araşdırmırıq. O da təbii ki, bütün yerlərdə yox. Məhəmməd Baqir Sədr konkret gəlir, deduksiyanı inkar eləmir. Xeyr, özü cavab verir. Bayaq dediyimizdə Məhəmməd Baqir Sədr öz kitabında cavab verir. Amma bəzi yerlərdə qeyd edilir ki, tutaq ki, mütəvatir kimi bir məsələdir, onu da gələcək deyəcək. Orada məsələn artıq Aristotellə fikir ayrılığı var. Ümid edirəm dostlar, dərsimiz aydın oldu. Bura qədər inşallah gələn dərsdə mətnə keçərik. İnduksiya və induksiya növləri və s. davam edərik. Sağ olun dostlar, salamat qalın. Elhamdülillah Rabbil aləmin.